Salamlar, sizləri İnnovativ Təhsil Mərkəzinə xoş gördük. Mən mərkəzimizin riyaziyyat müəllimi Anar Həsənov. Bugün sizlərə həm müqbə sertifikasiya imtahanına, həm də blok imtahanlarına gələcək maraqlı bir sual izahını verəcəm. Deməli, sual 20 variant bloklar üçün olan testindən götürülür. Sual təbii ki, Viet teoreminə aiddir. Diqqət etirsək, biz Viet teoremini necə yazırdıq? x1 plus x2 nəyə bərabər idi? Mənfi 1 bölü a'ya, yəni burada 6'nı verirdi. x1 vurulsun x2 s bölünsün a'ya bərabərdir. Yəni buradan da 4'ü verirdi və cəmi 6 hasılı 4 olan normal bildiyiniz belə deyim, şifayə ədədlər yoxdur. Və tələb eləyir, belə bir ifadəni bizdən tapmağı tələb eləyir. Təbii ki, biz burada x1 və x2'ni kökün altına salsaq, bunda kök altı x1 vurulsun x2'ni mötərizə xaricine çıxartsaq, burada nə qalır? Kök altında x1, üstə gəlinsin, kök altında x2 qalır. Baxın, diqqətli olun, bu var onsuzda, bura nə qədərdir? 4'dür. Onda 4'dən 2 çıxacaq, amma kökləri x1 və x2'nin kökün altına salıb toplama isə bizdə yoxdur. Yəni, sual gəlir nəyə çıxır? Sual gəlir çıxır ki, bir kvadrat tənliyi üçün kök altında x1, üstə gəlir kök altında x2'ni biz necə taparıq? Təbii ki, kvadrata yüksəltmə ilə ayrıca tapıb aparıb yerinə qoyarıq. Çünki bunu kvadrata yüksəldəndə birincinin kvadratı, üstəl ikincinin kvadratı, üstəl hasının kimisliyinə görə rahat tapa bilirik. Baxın, cəm nə qədər idi burada? 6 idi. Bəs bura nə qədər idi? 4 idi. 4'dən 2 çıxırdı. Yenidən 2'yə dəyirdi, 4 eləyirdi və bu cavab eləyirdi 10. Deməli, bax, kökün altında olan ifadənin kvadratı nəyə bərabərmiş? 10'a. Onda özü nəyə bərabərdir? Kök altı 10'a. Onda bu ifadənin yerinə mən kök altı 10 qoysam, cavab nə edəcək? 2 kök altında 10 edəcək. Belə, inşallah növbəti sualların izahlarında görüşərik. Hər birinizə uğurlar.